Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin ikinci toplantısı keçirilib. Tədbirdə çıxış edən İqtisadiyyat Naziri Mikayıl Cabbarov bildirib ki, Türk dövlətləri daim iki tərəfli və çoxtərəfli platformalarda bir-birlərini dəstəkləyirlər. Ortaq Türk kimliyi, mədəni ənənələr və mənəvi dəyərlər, ölkə rəhbərlərinin qarşılıqlı etimad və dostluq münasibətləri, həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da güclənməsi üçün möhkəm zəmin yaradır. Türk dövlətləri daim iki tərəfli və çoxtərəfli platformalarda bir-birlərini dəstəkləyir. Türk dövlətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstək, təhsil və sosial infrastrukturun yenidən qurulması istiqamətində atılan addımlar, qardaşlıq həmrəyliyinin və ortaq dəyərlərimizin təcəssümüdür. Həmçin, Azərbaycanın Türk dövlətlərində həyata keçirdiyi sosial layihələr və mədəni təşəbbüslər, qardaş ölkələr arasında qarşılıqlı etimadın və Türk dünyasında birliyin möhkəmlənməsinə xidmət edir. Mikayıl Cabbarov qeyd edib ki, Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiya və İnnovasiya üzrə işçi qrupu tərəfindən Ümumtürk Patent Təşkilatının yaradılması təklif edilir. Əqli mülkiyyətin innovasiya, elm və sənayenin inkişafının təməlində dayandığını nəzərə alaraq, bu sahədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi strateji əhəmiyyət daşıyır. Eyni zamanda 2023-cü ilin noyabrında Türk Dövlətləri Təşkilatının Astanada keçirilmiş 10-cu sammiti çərçivəsində irəli sürülmüş Türk Dövlətləri Metrologiya Təşkilatının, TÜRKMET, yaradılması təşəbbüsü sənaye və texnologiyanın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. TÜRKMET-in təsis olunması regional iqtisadi inteqrasiyanın dərinləşməsi, elmi tədqiqat və innovasiya potensialının gücləndirilməsi baxımından vacibdir. Nazir deyib ki, ticarət əlaqələrinin dərinləşdirilməsi ilə yanaşı, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında qarşılıqlı sərmayə fəaliyyətinin genişlənməsi iqtisadi inteqrasiyanın vacib istiqamətinə çevrilib. Azərbaycan təşkilata üzv olan bütün ölkələrlə strateji tərəfdaşlıq və ya müttəfiqlik münasibətləri qurmuşdur. Bu ilin 9 ay ərzində Azərbaycanın təşkilat ölkələri ilə ticarət dövriyyəsində artım dinamikası davam edib. Dövlət başçılarımız tərəfindən bu dinamikanın daha da yüksəldilməsi qarşıya məqsəd kimi qoyulub. Bu kontekstdə Azərbaycan Türk dövlətləri ilə iqtisadi əlaqələrin dərinləşməsi və qarşılıqlı ticarətin asanlaşdırılması istiqamətində mühüm addımlar atır. Mikayıl Cabbarovun sözlərinə görə, Azərbaycan son illərdə startap və innovasiya ekosisteminin inkişafına xüsusi önəm verir. Nazir bu sahəni iqtisadi diversifikasiyanın, rəqabət qabiliyyətinin və yeni nəsil sahibkarlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirib. O bildirib ki, startapların təşəbbüskarlığı, çevikliyi və innovativ düşüncəsi ölkəmizdə yeni iqtisadi dəyərlərin formalaşmasına, qeyri-neft sektorunun genişlənməsinə və rəqabətli texnologiya mühitinin yaranmasına mühüm töhfə verir. Nazir qeyd edib ki, Azərbaycan Türk dövlətlərinin startap sahəsində birgə fəaliyyətini təşviq etmək, innovativ ideyaların reallaşdırılmasını və region daxili bazarlara çıxış imkanlarının genişləndirilməsini dəstəkləmək məqsədi ilə Türk Dövlətləri Startup və İnnovasiya Əməkdaşlıq Platformasının yaradılmasını təklif edir. Platforma üzv ölkələr arasında innovasiya, startup və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın koordinasiyasını təmin edəcək, bilik, təcrübə və texnoloji resursların paylaşılmasını asanlaşdıracaq, vahid mexanizm rolunu oynayacaq. Bu təşəbbüs regionda iqtisadi inkişafı sürətləndirəcək və gənc sahibkarlığın potensialının reallaşmasına yeni imkanlar yaradacaq. Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömraliyev çıxışında vurğulayıb ki, yaxın gələcəkdə Türk dövlətlərinin regional meteorologiya təşkilatının, TÜRKMET-in yaradılması gözlənilir. Bu istiqamətdə hazırlıq işləri gedir. Üz dövlətlər TÜRKMET nizamnaməsi ilə bağlı təkliflərini paylaşıblar və yaxın gələcəkdə onun imzalanmasını gözləyirik. Paralel olaraq Qırğız Respublikasının təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin standartlaşdırma qurumları arasında əməkdaşlıq haqqında anlaşma memorandumu hazırlanıb və bütün üz dövlətlərin konstruktiv iştirakı sayəsində demək olar ki, tamamlanıb. Bu sənəd Türkiyə regionunda institusional əməkdaşlığın möhkəmləndirilməsi, qarşılıqlı tanınmanın təşviqi və standartların harmonizasiyasının irəliləməsində mühüm bir dönüş nöqtəsidir. Türkiyənin Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kacır qeyd edib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində süni intellekt və rəqəmsal əməkdaşlığın dərinləşdirilməsi çox önəmlidir. Ülkelerimiz arasında ortak altyapıların kurulması, siber güvenliğin güçlendirilmesi ve yapay zeka uygulamalarında etik çerçevelerin belirlenmesi öncelikli gündemimiz olmalı.
Bu alanlarda araştırma merkezlerimiz ve teknoloji parklarımız arasında kurulacak ortak platformlar, bilgi ve veri paylaşımını kolaylaştıracaktır. Ortak yapay zeka eğitim programları ve dijital beceri atölyeleriyle gençlerimizin bu dönüşüme aktif katılımını teşvik edebiliriz. Diğer yandan yeşil ve sürdürülebilir sanayiye yönelik politikalarımızın uyumlaştırılması ekonomik dayanıklılığımızı artıracaktır. Qırğızıstanın İqtisadiyyat və Ticarət naziri Bakıt Sıdıkov deyib ki, Qırğızıstan üçün sənayenin sürətli inkişafı milli iqtisadi siyasətin vacib prioritetlərindən biridir. Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin İnnovativ İnkişaf Agentliyinin icraçı direktoru Asror Norov isə qeyd edib ki, Özbəkistan sənaye, texnologiya, innovasiya və elm sahələrində əlaqələrin inkişafına dəstək verən mühüm istiqamətləri nəzərdən keçirir. Qazaxıstanın Sənaye və Tikinti Nazirinin müavini Raxımjan İsakulovun sözlərinə görə, gələn il Qazaxıstanın Almatı şəhərində ilk dəfə Türk Kreativ İqtisadiyyat Forumu keçiriləcək. Bu forum Türk dövlətlərinin kreativ sənaye sahələri arasında sıx qarşılıqlı əlaqə üçün əsas yaradacaq. Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojev Torman Macarıstanın Türk Genom layihəsinin həyata keçirilməsini, yəni türklərin genetik xəritəsinin hazırlanmasını təklif edib. Sonda iclasda Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiya və İnnovasiya nazirlərinin ikinci iclasının yekunlarına dair birgə bəyannamə qəbul edilib. Növbəti, yəni 3-cü iclasın gələn il Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilməsi qərarı alınıb.